ən böyük nəsihət ölümdür axı. Ölüm. Ölüm elə bir gerçəkdir ki, elə bir həqiqətdir ki, sən ölümü düşünəndə bütün dünya sənin gözündə bitir. Hansı ki, dərdlər çəkmirsən, hamımızın düşündüyü məsələlər var, hamımızın ağlında bir proje var, bunu eləyəcəm, kimisidir ev alacam, kimisidir maşın alacam, kimisidir səyahətim var, kimisidir işim var, iş quracam, biridir evlənəcəm, ailə həyat quracam, kimisi övlad gözləyir, o aşamadadır. Hər kəsin bir dərdi, hər kəsin bir düşüncəsi, hər kəsin etməyə çalışdığı bir əməl var, dünyalıq bir əməl və İnsan başa düşməlidir ki, ölüm elə bir gerçəkdir ki, bütün səndə olan o dünya ləzzətləri ki var, hamısını insanın qursağında saxlayır. Vallahi yaxı elədir. Məsələn, hamı düşünür də, hamı bir iş arxasındadır, hamının bir düşüncəsi var, bu il, bu həftə, bu ay, gələn il, ev alacam, maşın alacam, filan şey eləyəcəm. İnsan, vallahi ölüm gəlir, hamısı kəsilir. Kəsilmir axı. Sən öləndən sonra dərd edirsən ki, mən öldüm, amma işim yarımçıq qalmışdı, onu bir dənə həll elətdirin filan kəsə, onu bir dənə rica eləyin filan kəssən, yoxdur, vallahi bitib əxi. Nə danışırsan sən? Nə haydasan sən? Bir halda ki, ölüm səni gözləyir, sən ölümlə qarşılaşacaqsan, sənin dərdin, sənin sərin, sən Rəbbinə qovuşmağa gedirsən. Vallahi bu günləri ailələr var ki, söz-söhbət olur aralarında. Yəni, insan həqiqətən başa düşür ki, insan qəflətdədir. Yəni, qabaqdakı insan böyük qəflət içərisindədir.